Allah rahmet eylesin. Kulaklarım yerim Ayşe. Kulağına yerim Ayşe. Ah Allah'ım bak. Gel. Hamımıza kurban. Tekiller bu arada. Bir bela Allah'ım. Layla kuzum layla kuzum doyma haritesini şahidim layla sevdiği gözümde gedi yüreğinde giden aşağı sağ kalaların kurbanı aşağı yol verin gel mala gel beni bir orada oturmaya gel Gazilerimiz de ziyaret eder. ha gel burada oturmak olar dinin bir kayrada mı Yüreğinde kaldı. gözümde gidin sevdiği yüreğinde gidin aşağı Gazilerim var. Manazlarım var, yordu kimse kurban aşağı. Yazık bana aşağı. Serpil ona gel yanına. Ha, gel. Can can. Gel o değil mi? Ben toprağım. Neşe, borçlu güzel. Oluşuyor. Ne yordu kim kurban aşağı. Hepimde bağır tekrar. Vay aleyhim Evlenmeli başlandı böyle. Allah şad olsun. İstemediler nam yazıktı bizi zulümle zalim Orayla yaşlı. Kürbeli de yavaş yavaş geç kaldın aşağı. Dört yılı da ben yemeğe yemirdi. Dört yıl yok iki deşken. Kalbimden anası. Gelin ilk önce bütün şehitlerimizin ruhuna bir salavat çevirək. Ne yapsınlar? Həmid surə oxuyaq hamısının ruhuna. Sana can. Soysuz dolar, Əziz soysuz şəhid dolar. anaları, dəyərli qazilərimiz və bugün qəhrəman şəhidimiz Şahin Hüseynlinin adını tutub onun ziyarətinə gələn dəyərli qonaqlarımız. Bugün 44 günlük vətən müharibəsində arzularını yarım qoyan, xəyallarını yarım qoyan, ailəsini yarım qoyan qəhrəman şəhidimiz Şahin Hüseynlinin dünyaya gəldiyi gündür. Bugün may ayının 4-ü tarixidir. İllər əvvəl 1995-ci ildə məhz bugün dünyaya gəlmişdi. Ailənin son beşiyi idi. 3 qardaş idilər. Şahin haqqında danışmağa başlasaq bəlkə də günlərimiz, aylarımız bəs eləməz. Çünki elə bir qəhrəmandır ki, mənim ən azı 7-8 kitabımda yer alır. Hal-hazırda da gördüyünüz kimi 2 kitab gətirmişəm onun doğum gününə. 2 kitabla gəlmişəm bu dəfə onun görüşünə. O ocaqda Şahindən sonra dünyaya gəlib adını daşıyan qardaşının balası var. O ocaqda
Şahinin adını yaşatmağa çalışan körpələr var. Gəl bura. Gəl yanıma balaca. Bax, bizim hər hərəkəti ilə, elə siması ilə də Şahinimizə bənzəyən, onun adını daşıyan qardaşının balasıdır. Allah Tərcül anamıza Şahinlə bağlı yarım qalan arzularını balaca Şahinimizdən həyata keçirməyi nəsib eləsin inşallah. Çünki bizim qəhrəmanımız cənnətə subay köçdüyü üçün özündən sonra heç bir yadigarı qalmadı. Ana 2 övladını evləndirsə də son 5-indən son arzularını həyata keçirə bilmədi. Həm də Şahin haqqında ürək dağlayan məqamlardan biri də onun atası uzun müddət yataq xəstəsi olmuşdu. Anası, böyük qardaşı Babək qardaş onun yükünü, ailənin yükünü çiyinlərində tək başına daşımağa məcbur olmuşdu. Hətta bununla bağlı bir xatirə də var ki, hələ orta məktəb dövründə oxuyarkən evin divarına yazıb ki, Babək qardaş, Babək ata, Pərviz əsgər, Şahin zirvə. Çünki ona ata əvəzi Babək idi. Çünki böyük qardaş olduğuna görə ata qayğısını Babəkdən alırdı. Həmin vaxtlarda Şahin orta məktəbdə oxusa da Pərviz əsgərlikdə idi və ona görə də Pərviz əsgər yazmışdı. Allahın ilahinin qisməti mi deyək, yoxsa şəhidliyini öncədənmi görmüşdü, ürəyinə dammışdı mı deyək. O divardakı yazıda Şahin sözün qarşısına zirvə yazmışdı. Şahinimiz bu gün zirvələri fəth eləyən oğullardan birinə çevrilib. Şahinimiz bu gün təkcə zirvələri deyil, ürəkləri də fəth eləyən oğullardan birinə çevrildi. Hər il olduğu kimi bu il də onun görüşünə müxtəlif bölgələrdən adını eşidən, sorağını eşidən vətənsevər, şəhidsevər nümayəndələr gəlir. Bu gün burada gördüyümüz insanların bir bu qədəri, hətta bəlkə bu qədərindən də 3 qat artığı evində, bulağının ziyarətindədirlər. Ruhun şad olsun qəhrəman. Mən sənin görüşünə çiçəklərlə gəlmədim. Mən sənin görüşünə kitablarla gəldim. Bəlkə çiçəklər solar, bir gün atılar, amma kitablar səni ömür boyu tarixlərin yaddaşında əbədi yaşadar. Bax, ona görə mən sənin görüşünə kitablarla gəldim ki, bugün mənim tanıdığım igidi gələcək nəsillər də tanısın, gələcək nəsillər də oxusun. Və sənin yer aldığın bu kitablarla birlikdə Azərbaycanı qarış-qarış dolaşıb hər yerdə adını çəkirəm. Hər yerdə səndən danışıram. Bu kitabda yer alan bütün şəhidlərimdən danışıram ki, hər biri tanınsın, hər biri yad edilsin. Bugün isə sənin sorağına yığışmışıq və mən tək deyiləm, yanımda sənin görüşüvə gələn həm şəhid anaları var, həm qazilərimiz var ki, onlar da sağlamlığını vətən uğrunda fəda eləmiş oğullardır. Eyni zamanda doğmaların da bunların sənin görüşünə gəlib. İlk sözü qazilərimizin də icazəsi ilə, anamızın icazəsi ilə şəhid analarına vermək istəyirəm. Çünki biz bütün tədbirlərdə deyirik ki, şəhid anaları bizə şəhidlərimizin əmanətləridir və baş tacımızdır. Əgər sözdə deyiriksə, gərək əməldə də reallığını tapsın bu fikirlər. Odur ki, ilk sözü şəhid analarına verirəm. Və xahiş edirəm, çıxış eləməmişdən öncə şəhidimizin adını, soyadını mütləq şəkildə dilə gətirin, tanımayanlar da bir daha tanımış olsun. Buyurun. Çox sağ olun, Allah köməyiniz olsun söz verdiyinizə görə. Mən də bugün Şahin balamızın mövluduna gəlmişəm. Ağazadə Mürtali Birhidar oğlunun anasıyam. Bibisiyəm, bunu mən saxlamışam deyil. Mən onun anası bilirəm, hamı da eləmişəm. Onu körpə yaşlarından mən saxlamışam. Mən bir balamla yox, həmişə Allah yazında deyirəm, mən Mürtalimlə bərabər bütün şəhidlərin anasıyam. Şəhidlərlə qürur duyuram, fəxr edirəm. Allah bütün şəhidlərə rəhmət eləsin. Sözüm çoxdur, amma deyə bilmirəm. Bütün şəhidlərin məqamları uca olsun. Qazilərimiz Allah şəfa versin, Allah ordumuzu qorusun. Allah körpə əskər balalarımızı qorusun. Bir də şəhidimiz olmasın. Bayrağımızı Allah Teala bütün bayraqlardan üstün eləsin.
Allah şunu. Allah köməyiniz olsun. Allah sizə səbr versin. Sizden razı olsun ki biz elə yada salmışıq. Allah sizə Ve də Allah səbir sana versin. ömür versin. Sen tek değilsen, inandırım seni. Bizim xatmazda şəhidimiz var, Xanbaba Ələmmədov. Onun belə anası 16 günlüyündə dünyasını dəyişib, bibi saxlayıb onu, bibi Bilmem, bilmir. Biz o bibini ana bilirik. Bilmem, Çünki ben de öyle bildim. həqiqətən ana qayğısını onda hiss eləyirik. Öz balası kimi yanır. Allah ömür versin sizə. Allah Bütün şəhidimizin şəhid ruhunu şad yığıncaqlarını eləsin. Allah ki, bax özləri zəng edib Bakıdan deyirlər ki, Mir Talibin bibisi olmağa baxmayaraq anasından ona dəvət edir. Allah köməyiniz olsun. O şəhidlərin ruhu Şəhidlər hamımızın balamızdır, hamımızın. duaçı olsun şəhidlər. Növbəti şəhid anamıza eşidək. Buyurun anam. Sən nə? Mən Beyləqan rayonu 2-ci Aşılı kəndi kəşfiyyatçı Gizir toyuna bir ay qalmış şəhid İbadlı Raminin anasıyam. Allah cəmi şəhidlərimizin yerin, məkanın cənnət eləsin. Bugün Şahin balamızın cənnətdəki mövlududur. Allah onun anası Tərgül anaya səbir versin əzizləri ilə bir yerdə. Allah cəmi şəhidlərimizin yerini cənnət eləsin. Allah yaralı qazilərimizə o vətən yolunda canından keçən yaralı qazilərimizə şəfa versin. Allah onların uğrunda can verdikləri vətənimizi bütün dövlətlərdən üstün eləsin inşallah. Uğrunda can verdikləri bayrağımızı bütün bayraqlardan uca eləsin inşallah. Allah Taala xalqımıza, vətənimizə bir də belə ağırlı, acılı günləri yaşatmasın. Şəhidlərimizə də dəyər verən bütün oğullarımızı, sizin kimi vətənpərvər qızlarımızı Allah var eləsin ki, sizin şəhidlərimizi yaşadırsın. Şəhidlər sizin hesabınıza Uşaqlar yaşayır. bunun hesabına yaşayır. Çox sağ olun, Allah sizdən razı olsun, Allah əzizlərinə səbir versin. Anasını Allah şad xüsusən olsun səbir versin. qəhrəmanlarımızın. Və növbəti qonaqlarımıza söz vermək istəyirəm. Qazilərimiz hərəsi 2 kəlmədə olsa istəyərdim onlarla danışsın. Çünki əksəriyyəti burada yatan oğullarla bir yerdə çiyin-çiyinə döyüşən oğullardır. Buyurun. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhid analarına onu deyə bilərəm ki, yəni fəxr eləyin ki, elə sizin övladlarınız var. Yəni, heç vaxt pis olmayın, həmişə başınız uzadır. Allah canınızı sağ eləsin. Nə deyə bilərəm ki, Allah. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah sizə. Buyurun. Mən də öz növbəmdə bütün bu şəhid analarını salamlayıram. Qarşılarında baş əyirəm. Şəhid anaları bizim həssas nöqtəmizdir, ən pik nöqtəmizdir. Şəhid anası həyatda ən acılı, ən çətinli, qadın üçün ən keçilməz nə varsa onu yaşayan insandır. Çətin prosesdir. Mən bir şəhid oğlu kimi bunu çatdırmaq istəyirəm ki, nəzərinizə. Bu həyat özü əvvəldən planlanmış həyatdır. Şəhidlər ana bətnində şəhid olurlar. Görürsünüz, biz qazi olduq, şəhid ola bilmədik. Bu Allahın qismətidir. O deyil ki, gedən oğlanlar kimsə döyüşdən qorxdu, müharibədən qaçdı. Biz qalib ordunun qalib şəhidləri, qalib ordunun qalib qaziləriyik, veteranlarıyıq. Hərənin qismətində bir dənə bir nöqtə var. Şəhidlik bu kişilərə qismət olmalıydı, bu kişilərə qismət oldu. Bu ana şəhid anası olmalıydı, bu ana şəhid anası oldu. Ona görə də mən şəhid anaları sizin qarşınızda baş əyirəm. Sizin qarşınızda danışmaq çox çətindir. Amma fəxrlidir, şərəflidir. Sizin yanınızda durmaq bizim üçün çox fəxr hissi keçiririk. Sizin yanınızda durmaq bizim üçün hər şeyə dəyər. Çünki siz Azərbaycan qadınsınız, siz şəhidi doğan anasınız, siz şəhidi böyüdən anasınız. Və bunu itirdikdən sonra dözən insansınız bu itkiyə. Bu itki çox çətin itkidir. Mən bütün bu gələn insanların hamısına təşəkkürümü bildirəm ki, bu şəhidlərimizi unutmaq lazım deyil. Biz şəhidləri nə vaxt ki unutsaq, şəhidlər onda öldü. Şəhidlərin yanında biz nə qədər olsaq, şəhidlər sizin yanınızdadır. Allah sizi Yuxunuzdadır, hər yanınızdadır. Sizi görürlər. Şəhidlər bizim baş tacımızdır. Bunlar bizim onurğa sütunumuzdur. Azərbaycanın onurğa sütunu şəhidlərdir. Bizim şəhidlərimiz, bəli, bizim əsas duruşumuzdur. Ona görə biz əsas duruşumuzu itirməmək üçün şəhidlərin yanında olmalıyıq. Şəhidlər bizə qərar versin ki, bağışlasın ki, biz dünyamızı dəyişəndə şəhidlərin yanında Allah bizi qərar versin. Şəhidlərdən bunu biz istəyirik. Allah şəhidlərə rəhmət eləsin, bütün qazilərə, veteranlara, hərbiçi qardaşlarımıza can sağlığı, uzun ömür arzulayıram. Təşəkkür edirəm. Allah köməyiniz olsun. Buyurun. Verin. Qazilərimiz danışsın. Buyurun. Verin. Şəhid qardaşımızın mövluduna yığışmışıq. Acı da olsa
çətin də olsa, ancaq bizim üçün bugün xoşdur ki, yəni bugün qazi olaraq şəhid analarının yanındayıq və onun mövlud günüdür, bugün yığışmışıq ora. Allah şəhidlərə rəhmət eləsin. Həqiqətən də şəhidlər seçilmişdir. Biz üç qardaş döyüşdə olmuşuq. Mən həqiqətən də mənim döyüş yoldaşlarım bilir. Məndən çox özünə şəhidlik arzulayıb qismət edəni istəməyib, olmuyor. Ancaq şəhidlik mənə qismət olmadı. Deməli, şəhidlər seçilmişlərdir. Allah sizlərə səbir versin. Siz ki, belə oğlanları böyütmüşsünüz. Həqiqətən deyirəm. Sizə əllərinizdən öpürəm, hər bir şəhid anasını. Fərq eləməz. Allah şəhidlərimizə rəhmət eləsin. Allah sizlərə səbir versin, dözüm versin. Allah ordumuzu, millətimizi qorusun. Biz bugün bir daha da göstəririk ki, qazilərimiz, hərbiçilərimiz, ictimaiyyət göstərir ki, biz şəhidlərimizi kölçələrə kimi əllərimizdə deyil. Güllə yarası kimi qəlbimizdə daşıyır. Allah şəhidimizə rəhmət eləsin. Şəfa versin. Allah Buyurun, Namık qardaş sizinlə. Ha, bunlara da söz verin, kursdan Tamam, gelin. bir də qadam qardaş. Ha, verin, hamısını. Yıkıldım yıkılasın. Sen çeşitli sıkışırsın. Burada yığılmışıq. Şəhid analarına Allah'tan səbir verir.